Doktor, cütlüklər olur ki, illərin evli cütlüklərdir. Onlar seksual olaraq bir-birlərini tanımırlar və onlar ailə olurlar. Onlardan yaxın bir-birinə kim olmalıdır ki? Kişi gedir, cinsi ehtiyacların barədə hər hansı bir qadınla ödür. Onun elə istəkləri var ki, onu qadından istəyə bilmir. Yəni, bu arada olan məsafə nədən qaynaqlanır cütlüklər arasında? Baxın, bizim mentallığımızda bir gözəl bir namus anlayışı var. Amma nədənsə bu namus anlayışında lazımsız girinti çıxıntılarımız da var. O cümlədən qadın və kişi, məsələn, ailədirlərsə, sevib ailə qurublarsa, bunların cinsi həyatının heç kimə dəxli yoxdur, yalnız özlərinə dəxli var. Və beyinlərində mentallıq var ki, yox, mən yoldaşımla bunu eləyə bilmərəm, mən bunu gedib pul verib, bədənini pula satın qadınla eləyəcəm. Təbii, qadın da bu barədə oxuyub, bunu istəyir. Kişi də buna yol verir, ümumiyyətlə üstünü vurmur. Və əksinə, qadın deyir ki, tərbiyəli qadın heç belə şey eləyər, bunu belə öyrədilər. Cinsi savad yox, sıfır. Və sevgilisi ilə, yoldaşı ilə hətta sevgi üzərindən birləşiblər, amma yenə cinsi həyata qarşı özünün inancları var ki, bu o var, bu olmaz. Təbii kişi də, bunu porno filmə baxır bütün kişilər. Pornografiya baxmayan kişi mən tanımıram demək olar ki. Və pornografiya baxan kişi də fikirləşir ki, mən bu həvəslərimi də həyata keçirməliyəm. Bu fantaziyalarım var mənim. Bunu qadınına deyə bilmir axı, dırnaq arası və həqiqi namus ayrı, dırnaq arası namus ayrı. Mən bunu qadınıma açıq deyə bilmərəm. Yalancı fikirlər var, inanclar var və gedir. Təbii ki, bu da pozğun qadın sayını artırır, belə şey. Bazarda tələbat varsa, pozğunluğun da sayı artacaq. Pozğunluq niyə artır? Çünki ailə daxilində cinsi tələbatı tam ödəyəcək cinsi savadımız yoxdur.